8 noyabr Zəfər günü münasibətilə Kürdəmir rayon Cabbar Əsgərov adına Sığırlı kənd tam orta məktəbinin şagirdləri vətənpərvərlik dolu unudulmaz bir flashmob həyata keçiriblər. Tədbirdə məktəbin 8-11-ci sinif şagirdlərində təhsil alan 190 şagird bir araya gələrək Azərbaycan bayrağını dalğalandırıb və 8 noyabr sözünü canlandırıblar. Bu təsirli kompozisiya həm vətənə olan dərin sevgi və qürur hissinin, həm də Zəfər gününün xalqımız üçün daşıdığı müqəddəs mənanın rəmzinə çevrilib. Flashmobun təşəbbüskarı məktəb rəhbərliyi olub. Məqsəd şagirdlərin milli ruh, vətənə sədaqət hissini bir daha gücləndirmək və xalqımızın tarixi qələbəsinə gənc nəsli aşılamaqdır. Məktəbin direktoru qeyd edib ki, belə tədbirlər gənclərimizin dövlətçilik ruhunda formalaşması, şəhidlərimizin xatirəsinə ehtiram və Ali Baş Komandanın rəhbərliyi ilə əldə olan qələbənin dərin dərk olunması baxımından mühüm əhəmiyyət daşıyır. Sonda iştirakçılar Qarabağ Azərbaycandır şüarını səsləndirərək bayrağımızı ucaldıb, həmin anlar məktəbin həyətində bayram ovqatı yaradıb. Zəfər günün coşqusunu bir daha yaşadıb. Flashmobdan hazırlanmış görüntüləri təqdim edirik. Bu kadrlar Kürdəmir məktəblərinin vətənə olan sevgi və qürurunun bariz nümunəsidir. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinaz TV üçün.